Nəsə bir gün sinifdə müəllim gəlir, uşaqlara sual verir ki, deyir, kim mənim bu sualıma cavab versə, onu mən bir gün axşam evimdə qonaq edəcəm. Nəsə biraz keçir, suala Mamedin oğlu düz cavab verir. Mamedin oğlu gedir axşam müəllim bilə qalmağa. Nəsə oynayır, atlanır, düşür, növbə gəlir yatmağa. Nəsə Mamedin oğlu ilə müəllimi ayrı otaqda yatır. Birdən hava guruldayır. Mamedin oğlu gəlir, deyir, müəllim, hava guruldayır. Olar mən qorxuram sizinlə yatım. Deyir, olar, nə olmur? Nəsə yatır. Biraz keçir, Mamedin oğlu deyir, müəllimə qorxuram. Olar sizi qucaqlayım. Müəllimə deyir, niyə olmur? Mamedin oğlu müəlliməni qucaqlayır. Biraz keçir, deyir, müəllimə, olar barmağınızı sizin göbəyinizə soxum. Müəllim deyinə deyir, yaxşı, olar. Nəsə Mamed bu oğlu barmağı müəllimənin göbəyinə soxur, bir də müəllimə deyir, nə ayırırsan, ora mənim göbəyimin deşiyi deyil. Mamedin oğlu deyir, nə olsun, ora girəndə heç mənim barmağım deyil.